Çox stresli və çox ağır bir şəraitdə keçən ilk olaraq tədbirin hazırlanması, tədbirin keçirilməsi üçün olan hazırlıqlar çox stresli və çətin idi. Onun ikinci fazası isə bəlkə də ondan da ağır oyunların meydanda keçirilən oyunlardır. Ona görə bu çətinliklərdən sonra, yəni həqiqətən də hər bir çətinlikdən sonra necə deyirlər, asanlıq gəlir. Biz bu çətinlikləri keçdik. Açığı deyim, bütün oyunlar mənim üçün final qədər həyəcanlı idi, final qədər çətin idi və stresli idi. Hər bir oyunu keçdikcə əlbəttə yəni rahatlıq tapırdıq, amma bir günlük bəzən digər oyun və eyni zamanda da təşkilatçılığı nəzarət eləmək indi yaxşı, pis yəqin ki qiymətləndirdilər bunu bizim həm azarkeşlər, həm dövlətimiz, həm bura gələn qonaqlar, xarici qonaqlar yəqin ki bunu qiymətləndirdilər. Əlbəttə yəni ilk növbədə bu futbolun gözəlliyi, mini futbol olsa belə hər bir futbolun gözəlliyi onun azarkeşindədir. Belə möhtəşəm azarkeşlər olduğu futbolda yəni həm inkişaf var, həm istək var, həm sevgi var. Yəni təəssüratlar gözəl, möhtəşəm. Açığı yəni biz bir dəfə Avropa çempionu olmuşduq. Çox arzuluyurduq dünya çempionu olaq. Hər iki titulumuz olsun və şükürlər olsun Allaha ki biz buna nail olduq və Allaha sonsuz həmd olsun ki bizə bu qələbəni nəsib elədi. Sanki Rumıniya oyununda biz çempion olmuşduq. Əslində bəli, yəni Rumıniya oyununda yəni çempion olmuşduq, yəni çempionluğa bərabər bir oyun idi. Açığı qırılma nöqtəsi idi məncə. Yəni onu adlayandan sonra hardasa müəyyən bir artıq belə də his var idi ki biz finala kimi gəlib çıxacaq. Açığı bilirsiniz Serbiya millisi çox hündür, yəni oyunculardan ibarət, bəli, cüssəli oyunculardan ibarət komanda idi. Elə bir ki yəni onlar da 2-1 finalda məğlub olaraq 3-cü yer uğrunda oynadılar. Yəni bir tərəfdən də o da elə bir sanki yolumuz biraz daha işimizi daha da mənə elə gəldi ki işimizi daha da asanlaşdı. Düzdür, hər bir oyun yenə deyirəm çətin idi. Hər halda son Avropa çempiondular. Onların həqiqətən çox klas oyunçuları var. Həqiqətən yəni çox klas oyunçular və hündürdülər. Topu hər zaman hər yerdən ayaqları ilə çıxarda bilirlər də. Yəni belə maraqlı bir komandalar var. Yenə də yəni biz həqiqətən xeyirlisini istəyirdik. Həm yəni Macarıstanla Serbiya oyunu olanda da biz elə biz yuxarıda bizim Zirəm futbol klubunun baş məşqçisi Rəşad Sadıqovla baxırdıq. Elə ikimiz bir-birimizə deyirdik ki, xeyirlisi kimdirsə də o da nəsib olsun. O penaltiyə qalanda yenə deyirdik, xeyirlisi kimdirsə də o qalsın. Elə şükür Allah bizə nəsib elədi. Elə biz də Macarları belə keçdik və qalib olduq dünya çempionu. Avropa çempionu olmuşduq, qeyd elədiniz kimi dünya çempionu da olduq. Birbaşa Çempionlar Liqasında olduq. Yəni bundan sonra nə hədəf qalır? Ümumiyyətlə mən deməzdim nə hədəf qalır. Hədəflər çoxdur. Birinci növbədə hədəf odur ki, bunu ölkədə bundan sonra daha da yaxşı inkişaf elətdirmək, daha da klasslı oyuncular yetişdirmək. Yəni daim işləmək ki, üzərimizdə biz titullarımızı qoruyub saxlaya bilək. Ən azı hər dəfə oynasaq, yəni 3 yer uğrunda çalışmalıyıq. Yəni bayrağımızı qaldırmalıyıq, ölkəmizi tanıtdırmalıyıq. Yəni bunun üzərində bundan da gözəl, yəni nə ola bilər bizim üçün? Yəni federasiya, hər bir federasiya düşünürəm idman rəhbəri üçün bu böyük fəxrdir, fəxarətdir ki, öz xalqı qarşısında, milləti qarşısında kuboku başı üzərinə qaldırsın.